Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İlk olarak her şeyden önce hemşeki kimi həmd olsun alemlerin Rabbi olan Allah'a ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed'e sallallahu aleyhi ve selleme. Son vaxtlar eşidirik ki bəzi insanlar Allah'ı inkar edirlər. Allah korusun. Yani suretle yayılmış məsələlərdendir. Bilirsiniz, Allah'ı inkar etmek öz-özlüyündə küfürdür, Allah korusun. Bəzi insanlar tərəfindən Allah'ı inkar edenler, yani aşkar olunub, açıq-aşkar şəkildə deyirlər ki, Allah yoxdur. Allah korusun. Bu günləri Allah'ın izniyle, gücü ve qüvvətiyle, həmin Quran-ı Kerimdən ayətlərlə, o ayətlər ki, bunu müsəlmanlar da, qeyri-müsəlmanlar da təsdiq edirlər. Düzdür, ola bilsin ki, bəzi insanlar tərəfindən deyilsin ki, onsuz da o qrup insanlar Allah'ı inkar edirlərsə, şübhəsiz ki, Allah'ın kitabını da inkar edirlər. Onlara ayetler okunsa da, okunmasa da bir insan Allah'ı inkar edir. Allah'ı inkar edirsə, Allah'ın kitabını da özünə təsdiqləyəcək. Sadəcə olaraq biz elə ayetler seçmişik ki, Allah'ın izniyle o ayetleri biraz önce dediğim kimi hem Müslümanlar hem de gayrimüsəlmanlar təsdiqləyirlər. Yani ağıl sahipleri, ağıllı olan insanlar, özlerine ağıllı diyen insanlar ləbuddur ki, bunları təsdiqləsinlər. Əgər təsdiqləməsələr, çünki bunu tibb də təsdiqləyir, dünya ilimləri də təsdiqləyir, hansı ki, siz də görəcəksiniz. Təsdiqləməsələr, görünür ki, o insanların heç ağılları da yoxdur. İlk olaraq, Allah Subhanahu wa Ta'ala'nın kitabından bir ayəti oxuyacağım. İnsanın yaradılışı haqqında. Hansı ki, bu yaradılışı heç kim inkar eləmir. Hamımız yaradılmışıq, düzdür. Lakin orada bir neçə mərhələlər var. Bu mərhələləri inşallah ki, müzakirə edəcək. Uca Rabbimiz Kərim olan kitabında buyurur ki, Keyfə təkfurunə billahi və kuntum əmvətə. Mən oxuyacağım ayəti cümlə-cümlə, həm də tərcümə edəcəm inşallah və bunun üzərində nədir? Bəhsimizi aparacaq Allah'ın izi ilə. Uca Rabbimiz buyurur ki, Keyfə təkfurunə billah. Əslində burada xitab edir Allah Subhanahu wa Ta'ala. Sual verir. Yarattıqlarına. Hansı ki onu inkar edenlere. Buyurur ki, Keyfə təkfurunə billahi və kuntum əmvətə. Allah'ı necə inkar edirsiniz ki, siz ölü idiniz. Birinci cümlədə bu cür nədir? Allah'ı nə cür inkar edirsiniz ki, siz bir vaxtlar ölü idiniz. Sual. 100 il bundan önce burada olan insanlardan kimse var idi mi? Xeyr. Ola bilsin kimsə yaşı 100-dən çox ola bilər. Yaxşı, 200 il bundan öncə. Yəni bu danışdığım dərsi eşidənlər, kim olursa olsun. 200 il bundan öncə heç birimiz yox idi bu dünyada, düzdür? Allah bizi xəlq etdi, düzdür? Hələ o mərhələdə deyilik. Hələ birinci mərhələdəyik. Xəlq etmək sonra gəlir. Biz bunu hamımız təsdiqləyirik, yoxsa inkar edirik? Yəni müsəlmanlar da, qeyri-müsəlmanlar da. Yəni o üzümü tuturam o insanlara ki, onlar Allah'ı inkar edirlər. Allah korusun. Allah onlara hidayət versin. Həqiqətən Allah o insanlara bu dünyadan köçməmişdən öncə hidayət nəsib etsin. Biz onlara şəfqət edirik, vallahi ki. Yəni qəlbimizdə olan o rəhm, mərhəmət, İslam mərhəməti ilə onlara şəfqət edirik ki, insanlar nə cür Allah'ı inkar edirlər, subhanallah. Hamı təsdiq elədi buranı, düzdür? Müsəlmanlar da, qeyri-müsəlmanlar da. Aqil olan birisi təsdiq eləyir ki, 200 il bundan qabaq biz yox idik dünyada. Allah Subhanahu Teala buyurur ki, فَأَحْيَاكُمْ. O sizi diriltdi. O sizi diriltdi. Biz yox idik, düzdür? Sonra deyir ki, Allah Teala sizi diriltdi. Biz indi varıq, yoxsa yoxuq? Varıq. Bunu müsəlmanlar da qeyri-müsəlmanlar təsdiqləyir, yoxsa yox? Təsdiqləyir də, düzdür? Bu qaçınılmazdır. Burada insan nə qədər inatkar olsun ki, bu ayəti inkar etsin. Yaxşı, deyək ki, bu ayətlər, belə deyək də, bu dediklərim, oxuduqlarım Quran-ı Kərimdən ayətlər deyil. Misal üçün, alma meyvəsini göstərirəm. Deyirəm ki, bu nədir?
Bu deməlidir ki, almadır, düzdür. Kimsə buna şaftalı desə, nə edir o? İnatkar insan, düzdür. O insanla danışmağa adı yoxdur. O insana deyilir ki, qardaş, sən vaxtımı alma mənim, özün də vaxtını alma. Görünür ki, sən haqqı istəmirsən. Sən almaya şaftalı deyirsənsə, sən haqqı istəmirsən. Sən sadəcə olaraq nə deyir? İnatkarlıq edirsən və inadında da davam edirsən. Mövzumuza dönürük. Rəbbimiz buyurur ki, Subhanahu wa ta'ala, "Keyfə tekfuruna billahi və kuntum amwata." Nə cür Allah'ı inkar edirsiniz ki, siz bir vaxtlar yox idiniz. Bunu hamısı təsdiqlədik. Sonra buyurur ki, "Fa ahyakum." O sizi diriltdi. Sən Allah'ı inkar edən insan. Bu günlər sağsan yoxsa ölüsən? Sağsan, düzdür? Sonra buyurur ki, Subhanahu wa ta'ala, "Thumma yumitukum, thumma yuhyikum." Fikir verin. "Thumma yumitukum, thumma yuhyikum." Sonra o sizi öldürəcək və yenə dirildəcək. O sizi öldürəcək, yenə dirildəcək. Bizim yaşadığımız həyatdan misallar verəcəm. Hətta rahat olsun başa düşmək üçün. Hətta fikrimi çatdıra biləm. Bizim babalarımız, ulu babalarımız bu dünyada var idi yoxsa yox idi? Var idi. Hamı babasının adını bilir də, düzdür? Yəni babalarını görənlər də var, görməyənlər də. Ən azından atasından eşidib ki, babasının adı nədir? Bunu müsəlman da, qeyri-müsəlman da təsdiqləyir. Deyir ki, babamın adı filan kəs idi. Allah onları yaratmışdı, düzdür? Yaratmışdı. Və sonra onlar bu dünyada yaşadılar, sonra dünyadan köçdülər. Onu təsdiq edirsən, yoxsa inkar edirsən? Təsdiq eləməz. Deməlisən ki, bəli, onlar yaşadılar, sonra köçdülər. Halbuki onlar yoxdular. Amma bir vaxtlar var idilər, düzdür? İndi onlar artıq nədir? Bu həyatda yaşamırlar. Sonra o sizi öldürəcək və yenə dirildəcək. Burası çox mühümdür. Sizi öldürəcək və sonra dirildəcək. Sual. Bu sualı aslında Allah Subhanahu Teala öz kitabında verir yenə. Başqa surədə, səhv eləmirəmsə Yasin surəsində. Allah Teala misal verir, sual verir. Buyurur ki, Subhanahu Teala, bir şeyi yoxdan yaratmaq mı asandır, yoxsa olan bir şeyi yaratmaq mı? Yəni, misal verəcəm daha da fikrimi çatdırmaq üçün. Məndə bir telefon var. Gedirəm telefon istehsal olunan yerə, zavoda. Deyirəm ki, bu telefondan, bu markalı telefondan 100 dənə istəyirəm. Onlar da baxırlar, onların müxtəlif qəlifləri var. Bu telefona uyğun yüzlərlə istehsal edirlər. Onlara mən asanlıq elədim də, düzdür? Olan bir şeyi göstərdim onlara. Dedim ki, bundan istəyirəm. Bir də var, gedirəm, deyirəm ki, hansısa bir zavoda olmayan bir şey haqqında. Bu şey heç vaxt olmayıb yer üzündə. Yerli dibli yoxdur. Deyirəm ki, belə bir şey istəyirəm. Onlar üçün çətin olacaq, yoxsa asan olacaq? Çətin olacaq. Allah Subhanahu Teala sual verir ki, ölünü olan insanı, yəni öldürüb diriltmək mi asandır? Yoxsa yoxdan mı yaratmaq? Yoxdan yaratmaq. Birinci ayətdə necə idi? Keyfə təkfuruna billahi və kuntum əmvaten. Allah Teala buyurur ki, necə Allah'ı inkar edirsiniz ki, siz bir vaxtlar yox idiniz. İndi Allah Subhanahu Teala bizi yoxdan xəlq etdi, elə deyilmi? Biz bir vaxtlar yox idik, o da düzdür. Yoxdan xəlq etmək çətin, asandır. Yoxsa bir şeyi yaradıb, sonra öldürüb, sonra da diriltmək mi? İkinci daha asandır, elə deyilmi? Axı Allah bizi yoxdan xəlq eləmişdir. Deməli, ikinci daha rahatdır. Ümumiyyətlə, ikinci olsun, birinci olsun, Allah üçün bunlar heç bir çətin deyil. Sadəcə olaraq insanlar başa düşsünlər deyə bu misalları çəkirik. Amma əslinə qaydanda Uca Rəbbimiz öz kərim olan kitabında səhv eləməmsə 7 yerdə keçir bu ayət. Yoxsa 8 yerdə. Rəbbimiz buyurur ki, Subhanahu Teala, İzə qada əmran fə innəmə yəqulu ləhu kun fəyəkun. Allah Subhanahu Teala istənilən bir işə ol deyir, o da olur. Nə iş olursa olsun. Allah üçün heç çətin deyil, Subhanahu Teala. Ancaq Allah ol deyir. Siz düşünün ki, Allah yerlərin və göylərin yaranmasına ol deyib. Subhanahu Teala. İstənilən bir şey. Sonra ayətin sonunda Rəbbimiz buyurur ki, ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ. Daha sonra siz ona qaytarılacaqsınız. Daha sonra siz ona qaytarılacaqsınız. Neçə mərhələ oldu? Sayaq. Birinci mərhələ nə idi? Allah Subhanahu Teala xitab edir. Buyurur ki, necə Allah'ı inkar edirsiniz ki, siz bir vaxtlar yox idiniz. Sonra Allah Subhanahu Teala sizi yarattı, diriltdi. Sonra sizi öldürəcək. Sonra yenidən dirildəcək. Sonra da nədə Allah'a qaytaracaqsın. Fikir versiniz. Yəni, bu mərhələlər hamısı nədir? Bir-bir. Yəni, ardıcıl gələn mərhələlərdir. Burada sizcə ağıllı olan insan, burada inat edəsi bir yer var mı? Yer qaldı mı? Kimsə desin ki, yox, burada bu məsələ mənə çatmadı. Təkrar edirəm. Allah Subhanahu Teala xitab edir o insanlara ki, Allah'ı inkar edən insanlara.
Necə Allahı inkar edirsiniz? Subhanallah. Axı sizin yaradılışınız gözünüzün qabağındadır. Allah-u Teala başqa bir misal vermiş olsaydı, hansı ki insanlara yad bir misal, insanların heç zehnində yoxdur belə bir şey, onlar üçün çətin olardı, düzdür? Fikirləşərdilər ki, olmayan bir şeydir. Və demək istəyirəm ki, Allah-u Teala çətin olan, insanların zehinlərinə qəribə gələn bir sual vermiş olsaydı, həqiqətən çətin olardı insanlar üçün fəhm eləmək, düzdür? Subhanahu wa Teala elə misallar verib ki, insanların hamısı təsdiq edəcək bir misallardır. Bundan da daha əzəmətli bir ayət, bunu hər bir kəs nədir? Qəbul edəcək bir ayət. Hər bir kəs. Çünki bu proseslər, hansı ki oxuyacağım, bu mərhələlər elə mərhələlərdir ki, hamı keçir bu mərhələni. Baxın, Uca Rəbbimiz insanın ana bətnində inkişaf etməsi haqqında, ana bətnində düşəndən ta 9 ayına kimi öz kitabında xəbər verir. Və orada olan mərhələlər var. Siz də bilirsiniz, 3 qaranlıq mərhələ var ana bətnində. Allah Subhanahu taala onlardan misal verir və bu misalları insanlar düşünsünlər deyənə geniş şəkildə açıqlayıb. Və biz də inşallah ki, onu nədir? Müzakirə edəcəyik. Uca Rəbbimiz buyurur ki, Zümər surəsinin 6-cı ayəsində يَخْلُقُكُمْ فِي بُطُونِ أُمَّهَاتِكُمْ خَلْقًا مِنْ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلَاثٍ ذَلِكُمُ اللّٰهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ لَا إِلَٰهَ إِلَّا هُوَ فَأَنَّا تُصْرَفُونَ. Allah Subhanahu wa Teala insanın ana bətnində olan hansı ki o mərhələlər və onlardan xəbər verir. Buyurur ki, o sizi analarınızın bətnində 3 zülmətlərə fikir verin. Pərdə, uşaqlıq və qarın içində yaranışdan yaranışa salaraq yaradır. Nütfəni laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir. Sonra sümüyü ətlə örtüb insan şəklinə salır. Bu sizin Rəbbiniz olan Allahdır. Hökm onundur. Ondan başqa heç bir ilah yoxdur. Elə isə Allaha ibadət əvəzinə, bütlərə tapınmaqla haqdan necə döndərilirsiniz? İmandan necə uzaq düşürsünüz? Üz döndərirsiniz. 3 mərhələni eşitdiniz. İnsanın ana bətnində olan mərhələlərdir. Hansı ki, barakallahu fikum, elm əhli, alimlər bu 3 mərhələni bu cürə izah edirlər. Fəssərəl uləməu əz-zulumati thələthə, o zülmət, qaranlıq ana bətnində hansı ki baş verir, elm əhli, alimlər bunu bu cürə təfsir edirlər. Diqqətli olun bura, barakallahu fikum, diqqətli olun, Allah sizlərdən razı olsun. Birinci zülmət, zulmatul batın, təcvifi batnil qarnının qaranlığı, ananın qarnının boşluğundakı qaranlıq. Siz deməyin, uşaqlar, üzr istəyirəm ağsaqqallardan, uşaqlar ana bətnində olanda, hansı ki birinci zülmət var, orada 3 mərhələ var imiş, subhanallah. Birinci zülmət haraymış? Qarnının qaranlığı, ananın qarnının boşluğundakı qaranlıq. Bu bir. Zulmətur rahim, ikinci zülmət. Uşaqlıq, rahim qaranlığı, qarnının daxilində yerləşən uşaqlığın qaranlığı. İkinci zülmət. Üçüncü zülmət, cift qaranlığı, uşaqlığın içində dölü əhatə edən qişanın qaranlığı. Bu tibdir. Tib bunu nədir? Sübut edir. Subhanallah. Allah Subhanahu wa Teala sonsuz şəkildə həmsənlər olsun. Hətta Allah-u Teala insana o qədər elm verib ki, alləməl insənə mə ləm ya'ləm. Allah insana bilmədiklərini öyrədib. Subhanallah. Bu günləri o qədər inkişaf edib ki, bu məsələlər. Hətta ananın bətnində olan o uşağı da Allahın izni ilə bilirlər. Hətta uşağın orqanlarına kimi baxırlar. Allahu akbar. Bu Allahın qüdrətinə işarələrdən deyil. La ilahe illallah. Yaxşı, 14 əsr bundan öncə bu şeylər var idi. Uca Rabbimiz Subhanahu wa Teala 7 səmanın üzərindən bu ayəti nazil edib. Muhammedə sallallahu aleyhi ve sellem. Muhammed də sahabələrə xəbər verir. Onlar bunları bilirmişlər, subhanallah. Bilirmişlər o üç qaranlıq nədir, nə məsələdir. Gözəl şəkildə fəhm eləmişlər. Radiyallahu anhum. Bu üç mərhələni də bildik, düzdür? Varmı ki, müsəlman və qeyri-müsəlman? Kimsə bunu inkar edən var birisi? İnkar edən bayaq dediyimiz kimi nə inkar edəcək? Almaya şəftal deyən ancaq.
Amma doğrudan da almaya alma deyən bunları təsdiq eləməlidir. Mən deyirəm ki, bu oxuduqlarım, yəni sizin dillə desək, Quran-ı Kərimdən ayətlər deyil. Misal üçün. Deyirəm ki, baxın qardaş, belə bir şeylər var, bu şeylər baş verir. Yəni tibb elmini sən inkar etsən, yoxsa təsdiq edirsən. O deyəcək, təsdiq edirəm. Mümkün deyil təsdiq eləməmək, düzdür? Tibb elmi bunu təsdiqləyib, yoxsa yox, təsdiqləyib. Bu üç zülmət qaranlığı, yəni bəhs olunub bunlar. İstərsə, yəni Ərəb ölkələrində, istərsə Avropada, istərsə Azərbaycanda, istərsə Türkiyədə, harada olursa olsun, bu inkişaf eləmiş bir elmdir, düzdür? Hamı da bunu təsdiqləyir. Bunu inkar eləyən, bayaq dediyimiz kimi nədir? Almaya şəftaliyandır. Amma doğrudan da insaflı birisi deməlidir ki, bunlar doğrudan da nədir? Baş verir. Yaxşı, necə baş verir o proseslər orada? Bilirsiniz necə baş verir? Yadıma gəlir, subhanallah, bizim müəllimlərdən, professorlardan biri bunu danışırdı. Həm ayəti izah edirdi, yer gəlmişkən təfsir dərsi idi. Həm də nədir? Dünyavi misallarla, tibblə bunu izah eləməyə çalışırdı. Allah qorusun o müəllimi. İnanın ki, o qədər dərinliklərə girmişdik. Deyərdim ki, bəlkə sinifdə elə bir tələbə qalmadı ki, bəlkə ağlamaz. Həqiqətən göz yaşı töküb ağlayırlar, subhanallah. O qədər dərinliklərine girmişdi bu məsələlər. Siz bilsəniz ki, anaların bətnində nə cür proseslər baş verir? Allah subhanahu wa ta'ala la ilahe illallah. Yəni insan fikirləşir ki, biz nə qədər Allahı tanımırıq həqiqətən. Mən danışmıram o insanlardan, inkar edənlərdən. Danışıram müsəlmanlardan. İnsan bilsə ki, Allah subhanahu wa ta'ala nə cür proseslərlə. Sonra Allah subhanahu wa ta'ala kamil şəkildə laqad xalaqnal insana fi ahsani taqvim. Allah Teala buyurur ki, biz insanı ən gözəl şəkildə xəlq etdik. Ən gözəl biçimdə xəlq etdik. Subhanahu Teala. Bu birinci mərhələ. Sonra bilirsiniz, uşaqlar ana bətnində olanda əslində mövzumuz nəyə görə belədir? Bu mövzunu heç kim inkar eləmir, düzdür? Bu mövzunu heç kim inkar eləmir. Tibbin təsdiq etdiyi bir məsələdir. Ağıllı insanlar gərək bunu təsdiqləsinlər. Və sonra bu məsələləri hamısını hara qaytarsınlar? Allah'a. Allah'a qaytarsınlar ki, bunları edən Allahdır. Ana bətnində uşağın olması, hansı ki 9 ay suyun içərisində olur. 9 ay suyun içində olur, subhanallah. Sual. Uşaq mücərrəd olaraq dünyaya gəlsə, mücərrəd olaraq xəstəxanada dünyaya gələn kimi, yanında bir vanna, bir tas, bir ləən qoysalar, içinə su doldursalar, o uşağı oraya qoysalar, uşaq öləcək yoxsa qalacaq? Dərhal olacaq da, boğulub öləcək orada. Bəs yaxşı 9 ay nə cür ana bətnindəydi? Fikrimi çatdıra bilirəm. Nə cür bəs 9 ay ana bətnində suyun içində qalmışdı? Yəni misallar aydın da, fikrimi çatdıra bilirəm. Mücərrəd olaraq ana bətnindən çıxan kimi suya qoysalar, uşaq dünyasında yaşayacaq. Amma orada ana bətnində suyun içərisində qalır. Bu ikinci məsələ. Üçüncü məsələ, bilirsiniz, uşaq ananın bətnində olanda qidalanır müəyyən bir yollarla. Bu tibb elmi hansı ki sübut edib. Mücərrəd olaraq uşaq dünyaya gələn kimi Allah subhanahu wa ta'ala anaların sinələrində onlar üçün yemək hazırlayıb, ruzi. Subhanallah. Bəs yaxşı 9 ay hardan ruzlanırdı? Orada ruzlanırdı o. Yeyib içirdi ki, yəni qidalanırdı ki o sağ qalırdı. Qidalamasa dünyasını dəyişər, düzdür? Subhanallah, mücərrəd olaraq ananın bətnindən çıxan kimi uşaq nədir? Anaların sinələrindən onlara Allah subhanahu ta'ala gözəl şəkildə süd xəlq edib, subhanahu ta'ala. Bilirsiniz, yəni nədir məsələ? Əslində bu məsələni insan fikirləşsə, insafla. Həqiqətən istənilən bir insan. Vallahi ki, o üzümü tuturam o insanlara ki, onlar Allah'ı inkar edirlər. Kaş ki onlar oturub fikirləşəydilər. Sonra biz dünyaya gələndə, biz dünyaya gələrkən Allah subhanahu wa ta'ala ata-analarımızı bizim üçün xidmətçidir. Heç bu vaxtda fikirləşmişdiniz? Ata çölün xidmətçisi olur. Ana da evin. Elə deyil, yoxsa elə deyil. Ata niyə göyə gedir sonra? Ruzu da alınan, düzdür? Uşağı üçün ruzu qazanmaq üçün. Allah bütün müsəlmanlara xeyirli ruzular göndərsin. Ana da, vallahi, ana bütün günü o uşaq üçün xidmətçidir. Hara gedir, ondan gedir. Elə deyil mi? Mən hələ körpəyindən danışmıram. Biraz ayaq açıb yediyən vaxtlarından danışıram. Ayşə ora getmə, Ayşə ora getmə, Ayşə ora get. Bütün gün ondanla evin içində quruq eləyir, təbiri doğrudur. O yatanda o da yatır. O duranda o da durur. O yeyəndə o da yeyir. O içəndə o da durur. Allahu akbar. Bu xidmətçi deyil. Tam fikrimi çatdıra bilirəm.
O uşağı Allah Subhanahu taala evin içərisindən 2 dənə xidmətçi təyin edir. Allahu akbar. Keyfə təkfuruna billah. Necə Allahı inkar edirsiniz? Allah həqiqətən fikirləşəndə Allahın bu sualı əzəmətli sualdır. Allah necə inkar olunur? Ya bu cür yaxşılıqlardan sonra bu cür kərim olan Allaha qarşı, Rahman və Rahim olan Allaha qarşı necə insan küfr eləsin? Allahu akbar. Birinci ayədə necə idi? Allahı necə inkar edirsə? Allahu akbar. Bu əzəmətli bir sualdır. Sonra uşaq başlayır nədir? Boya başı çatmağa. Ənəllaha xalaqanə. Allah bizi xalq edir. Və razaqanə. Yedizdirir, sizdirir. Və ləm yetruknə həmələn. Və bizi başına bıraxmır. Bizim üçün Allah Subhanahu taala valideynləri xidmətçi edir. Bizi Allah Subhanahu taala nədir? Gündən günə, aydan aya, ildən ilə inkişaf elətdirir. Böyüyürük. Bizə Allah Subhanahu taala nə qədər nemətlər verir. Allahu akbar. İnsanlar nə cür Allahı inkar edirlər. Və sonra nədir? İnsan böyüyür. Müsibəti bax burasıdır. Sizə bir misal verəcəm. Bir nəfərin valideynləri var. 20 yaşına, 25 yaşına gəlib çatıb. O uşaq bir gündə evə gəlir. İşdən qaydanda və yaxud haradasa qaydanda. Ata-anasına deyir ki, atacan, anacan, üzrlü hesab elə məni, mən sizə bir deyəcəyim var. Onlar deyir ki, buyur ay oğlum. Deyir ki, atam, anam siz deyilsiniz. Atam, anam, qonşu filan kəs əmi, filan kəs bibidir. O valideynlər üçün necə olar sizə? Bəlkə onların ürəklər partlayar, düzdür? Deyir ki, ay oğlum, sən nə danışsın? Biz daha, necə deyirlər bizdən, dəridən sümükdən çıxmışıq. Sənə baxmaq üçün, səni böyütmək üçün, Allahın izi ilə. Yəni, indi fikir verin, subhanallah. Yəni, məxluqlar bu cür olursa, nə cür olur ki, yaradılmış məxluqlar xaliqi inkar edilir, Allahu akbar. O prosesləri gördünüz, eşitdiniz, düzdür? Nə cür Allah subhanətə onu hansı mərhələlərlə xəlq edir? Sonra bu dünyaya gəlir, Allahı inkar edir. Allah qorusun. Buna başqa misal da vermək olar. Yəni, inkar edir bir dərddir, Allah qorusun. Başqa bir dərd nədir? Allahdan qeyrilərinə üz tutur. Bu da öz-özlüyündə müsibət. Allahdan qeyrilərinə yönəlir. Bizim yönələcəyimiz, üz tutacaq yerimiz ancaq Allah olmalıdır. Subhanahu wa ta'ala. Rəbbimiz Subhanahu wa ta'ala çox əzəmətlidir. Buna görə ümid edirəm ki, Allah Subhanahu wa ta'aladan diləyirəm ki, daha doğrusu ümid edirəm ki, fikrimi çatdıra bildim. Və Allahdan diləyirəm ki, Allah-u Teala faydalı etsin. Həm özüm üçün, həm bu dərsi dinləyənlər üçün. Və o insanlara da Allah hidayət versin. Həqiqətən o insanlara da Allah hidayət versin. Onlara haqq yoluna gəlsinlər və əzəmətli, kəramətli, kəlim olan Rəblərini tanısınlar. Barakallahu fikum. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente. Estağfiruka və etûbü ileyk. Allah sizlərdən razı olsun. Sizdən də.